Sən də yorucu qrammatikadan, yorucu zamanlardan, 14 zaman, 20 zaman deyilən bir anlayışdan yorulmusan, o zaman ekrana yaxın əyləş, bu video sənin üçündür. Çünki indi deyəcəklərimi mütləq və mütləq qeyd elə. Çünki bunlar sənə lazım olacaq. Bunları nə orta məktəbdə müəllim, nə də universitetdə, nə də pulsuz bir şəkildə müəllim sənə bunları öyrətməyəcək. Amma mən isə sənə bunları təmənnasız bir şəkildə öyrədirəm. O zaman bu kimi videoların davamının gəlməsini istəyirsinizsə, kanalımıza abunə olmağı və dərslərimizi dostlarınızla bölüşməyi unutmayın. Biz bugün ingilis dilində indiki zamanın 4 əsas zamanını öyrədəcəyik. Yəni bunlar asan bir şəkildə, bu 4 olmağına baxmayın. Asan bir şəkildə. Yəni bəzi müəllimlər kurslarda hər hansı bir fərdi bir şəkildə hazırladığı tələbələrini qrammatikanı, əksər müəllimlər metodikası budur. Qrammatikanı, bu qalın kitabları tələbələrin beynini, zehnini yorurlar. Və bu zamanda tələbə başladığı motivasiya ilə tez bir zamanda yorulur və disiplin də ortadan qalxır. Buna görə də biz sırf sizə sürətli danışmağı öyrədirik və bizimlə sürətli şəkildə öyrənməyi sizə dəvət edirik. O zaman siz görəcəksiniz ki, bizim digər kurslardan, digər müəllimlərdən fərqimizi o zaman hiss edəcəksiniz. Baxın, əgər sən 500 kəlmə ilə danışa bilmirsənsə, 2000 kəlmə ilə danışa bilməyəcəksən dostum. O zaman danışmaq qabiliyyətdir, onu inkişaf etdirmək lazımdır. O da yalnız və yalnız bizimlə inkişaf etdirə bilərsiniz. Və sizə bir şey təklif etmək istəyirəm. Biz bir aylıq pulsuz dərslərə start vermişik və bu dərslər ki, digər yerlərə ödəniş edib öyrənəcəyiniz və razı qalmırsınız. Amma mən isə sizə tam əminliklə əmin edirəm ki, siz bizimlə ilk dərsdən belə danışacaqsınız. Ona görə də vaxt itirmədən kanalımıza abunə olun, kommentariya bölməsində abunə oldum sözünü yazın və dərslərə qoşulun. Bir aylıq. Sadəcə xoşun gələcək, davam edəcəksən, xoşun gəlməyəcək, davam etməyəcəksən. Ödənişlər də simvolikdir. Fincan kofe qiymətinədir. Və bizimlə sən sürətli bir şəkildə ingilis dili öyrənməyə və həyatının uğurlarını atmağa davam edəcəksən. Biz sadəcə dediyimiz kimi qrammatika öyrətmirik təkcə. Qrammatikana sən danışa bilməyəcəksən. Məsələn, hər hansı bir işə CV atmısan və səni dəvət edirlər. Səndən soruşurlar, ingilis dili səviyyən level nə dərəcədədir? Sən özün haqqında danışa bilirsənmi? Sən bunu danışa bilmədiyin halda, sənin bu qalınlıqda, bu hündürlük kitabları, qrammatik kitablarını bilməyin sənə orada bir kömək etməyəcək. Sənə yalnız və yalnız danışmaq, speak sənə kömək edəcək. Ona görə də vaxt itirmədən bizə qoşulun, bizim marafonda daha sürətli şəkildə addım atın. Keçək dərsimizə. Dərsimiz 4 important tenses in English. 4 indiki zamanın vacib zamanlarını söyləyəcək. Bu çox asan bir şəkildə öyrədəcəm. Asan, bəsit, yesir bir formada öyrədəcəm. Yəni ki, sən bunu başa düşməmək mümkün deyil. Bunu 35 yaşda da, 5-ci sinifdə oxuyanda başa düşəcək. Nədir bunlar? İngilis dilində 4 zaman var. İndiki zamanda vacib 4 zaman var. Present simple, present continuous, present perfect, present perfect continuous. Okay? Okay. Demək, present simple nədir? Present simple ümumi faktlar, tez-tez etdiyimiz işlər, dediyimiz sözlər ifadə edir. Misal üçün, ingilis dili öyrənirsən. Necə deyərsən, ingilis dili öyrənirəm. Düzdürmü? I study English. Düzdürmü? I study English. I work every day. Mən hər gün işləyirəm. Mən ingilis dili öyrənirəm. I live in Baku. Mən Bakıda yaşayıram. Okay? Demək, nə oldu? Hər gün dediyimiz sözlərdə, yəni, Lorel'lə deyim, hər gün ifadə edirəm, dialoqda, ünsiyyətdə qurduğum, yəni, Amerikalıların ən çox istifadə etdiyi sözlərdən biridir budur. Yəni, biz gündə danışdığımız necə ifadə edir Azərbaycanca? İngiliscədə eyni. Okay? Good. Demək, present continuous isə indi, hal-hazırda iş görürsə, məsələn, düzdürmü? O hal-hazırda icra olunur. Misal üçün, mən ingilis dili öyrənirəm. Mən ingiliscə danışıram. Düzdürmü? Necə olacaq? Mən ingilis dili öyrənirəm. Düzdürmü? I am studying English. I am speaking. Mən danışıram. I am working. Mən danışıram. Hal-hazırda bunlar icra olunan sözlərdir. Hal-hazırda baş verir bunlar. Okay? I am reading. Ing şəkilçisi var.
O davam edici zamanın bildirir. Hal-hazırda bu şeyler icra olunur. Okay? Var present perfect. Bu isə keçmişdə olmuş işlər haqqında bizə məlumat verir. Okay? Yəni bunlar keçmişdə olub və onlar haqqında bizə məlumat verir. Misal üçün, mən ingilis dili öyrənmişəm. I have studied English. Düzdürmü? Və yaxud da ki, I have finished. Və yaxud da ki, I have seen this. Mən bunu görmüşdüm. I have seen this. Mən bunu görmüşdüm. Və et şəkilçisi var. Bu da keçmişdə baş verdiyini bizə bildirir. Okay? Good. Demək, gəldi present perfect continuous. Nədir bu? Bu isə keçmişdə başlayıb, dedik ya, in şəkilçisi davam edici. Bu davam edici başlayıb keçmişdə və indiyənə qədər davam edir. Yəni keçmişdə bu iş başlayıb və indiyənə qədər davam edir. Necə deyə bilərsən ki, mən bir müddətdir ingilis dili öyrənmişəm. Və yaxud da ki, daha doğru belə quraq, mən bir müddətdir ingilis dili öyrənməyə başlamışam. Okay? I have been studying English. Düzdürmü? Və yaxud da I have been working, I have been reading. Mən bir müddətdir ingilis dili öyrənməyə başlamışam. I have been studying English. Okay? Və bu dediklərimi hamısını toparlayıram. 4 dənə dedik, asan bir şəkildə. Present simple, ümumi dediyimiz, gündəlik ifadə etdiyimiz sözlərdir. Present continuous, hal-hazırda davam edir, icra olunandır. In şəkilçisi dediyimiz kimi. Present perfect, keçmişdə olub. Et şəkilçisidir, keçmişdə olub. Baş vermiş hadisələri bildirir. Present perfect continuous isə keçmişdə başlayıb, dediyimiz kimi in şəkilçisi ilə başlayıb keçmişdə və indiyənə qədər davam edən işlər, davam edən məsələlər haqqında bizə bildirir. Okay? Kanalımıza abunə olmağı unutmayın. Bu kimi videonun davamı gəlməsi istəyirsə və sizə dərs olaraq da hər kəs özünü inkişaf etdirmək istəyir, kommentariyada öz fikirlərinizi bildirə bilərsiniz. Hər bir əməlinizi kiçik görməyin, bizim üçün çox önəmlidir və hər bir yazılı kommentariya şəxsən özüm cavab verirəm və hər kəs ingilis dili öyrənməyə və bizim marafonda sürətli inkişaf etməyə dəvət edirəm.